sözün seçimi və cümlələrin məntiqli bölümü. Bunlara riayət edən xanəndə bu avazları doğru düzgün sözə həll eləsə, sözlə avaza həll olunsa, onda xanəndənin uğuru başlayır. Füzulini dərk eləməyi bacarmayan adamlar da var. Yəni, qəliz dildə yazılıb, 15-ci əsrin dilidir. Amma bizə təlim verilib, duyum verilib. Ona görə biz bunu fəhmlə həzm edirik, həll edirik. Ona görə bu qəzəllər oxunanda xanəndə ədəbiyyata vurğun olmalıdır. Ədəbiyyatı bilməlidir. Samit səslərin ağız boşluğundakı artikulyasiya qanunları var. Saitlərə münasibət başqadır, samitlərə başqadır. Azərbaycan dilinin qrammatikasını bilməlidir. Azərbaycan dilinin ahəng qanununu bilməlidir. Sonur səslərdən istifadə qanunlarını bilməlidir. Bu olur tamam kəmal xanəndə. Səsin də gediş yolları var. Xanəndə gərək o avaz cümlələrini görə ki, bu indi haracan gedər, harada dayana bilər. O cümlədən də, o baxımdan buna söz seçimi çox mürəkkəb bir proses tələb edir. Düşüncə tələb edir. Xanəndə muğam ifası vaxtı həm əsərin libretto müəllifidir, həm onun rejissorudur, həm onun rəssamıdır, həm onun dirijorudur. O çubuq əlindədir. Canəli Əkbərovun improvizə məharəti əzəmətli Azərbaycan mahnılarının ifası ilə doğulur. Vaja Azaraşvili, bəstəkar Gürcüstan.